Salam, hər vaxtınız xeyir, mən Toğrul Karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Bugün mən sizə iş elanlarından bir qismini nəzərinizə çatdırmaq istəyirəm. Dünənin iş elanlarından bir qismini nəzərinizə çatdırmaq istəyirəm. Amma hamısını deyil, əlbəttə ki, gün ərzində çünki yüzlərlə iş elanı dərc olunur. Bu videoda sağladığım və ümumiyyətlə digər iş elanları haqqında da, ümumiyyətlə iş axtarışınızla bağlı, ümumiyyətlə iş tapmanızla bağlı dəstək istəyirsinizsə, videonun üzərində qeyd olunan əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Dairə işi var yoldaşlar, dərzi işi var, baxıcı işi var. Ondan sonra təcrübə işləri var, misal üçün dropshipping üzrə, Azərbaycan hava yollarında, sonra store maker üzrə, manual pay intern işi var, Norm şirkətində var. Sonra aşpaz köməkçisi, təmizlikçisi, daha doğrusu təmizlik işçisi, reception, şəxsi sürücü maşınla işləmək istəyənlər üçün sürücü işi var, inkasator işi var, sonra sürücü ekspeditor işi var, sonra reception işi var, çoxlu sayda mühafizəçi işi var, xanımlar üçün də mühafizəçi işi var, sonra yük maşın sürücüsü işi var, tır sürücüsü işi var, sonra fəhlə işləri var, təcrübə işləri var banklarda yoldaşlar, həm regionda, həm də Bakı bank filialı üzrə. Ofis menecer işi var, bağban işi var yoldaşlar, misal üçün həyət evinə səhər gedib axşam gələcəyiniz bağban işindən, yəni qalmaqlıqdan deyil. Sonra ambardar çeşidləyici işi var yoldaşlar. Xadimə işləri var çoxlu sayda, gecə növbəsində fəhlə işi var, əczaçı işi var. Sonra Qarabağ Universitetində müəllimə işi var yoldaşlar. Bu və bənzəri iş elanlarla tanış olmaq üçün ümumiyyətlə iş axtarışınıza dəstək əldə etmək üçün mənə özəldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.